Salam aleykum. Deməli, limon, sarımsaq, zəncəfil qarışımı artıq hazırdır. Bir həftə oldu. Bir həftə hər gün səhər axşam 2 dəfə qarışdırdıq. İndi artıq bunu süzürük. İnşallah bunu süzək. Burada süzgəc qoymuşuq. Süzək qəşəng. Sonra yerdə qalan atxotun üstünə təxmini 1 litr yarım su tökəcəyik. 10 dəqiqə asxodla qaynadacağıq. Yenə süzəcəyik. Əvvəl çıxan su ilə sonra çıxan suyu bir-birinə qarışdırıb, avratla bankaya yığıb, xolodilnikə qoyacağıq. Demək, səhər, axşam yeməkdən 1 saat qabaq 2 dolu xörək qaşığı tökürsünüz bir stəkana. Stəkanı da üzərinə belə deyim də ilıq su əlavə edirsiniz, dolana qədər stəkan içirsiniz. Mədəsində problemi olmayan belə içsin, mədəsində problemi varsa yeməkdən 1 saat sonra içsin. Ximiya-terapiya zamanı məsləhət görmürəm. İnşallah ximiya-terapiyanı bitirin, ondan sonra içərsiniz. Allahın izni. İndi biz bir dənə bunu qəşəng süzək. Ondan sonra yenə də göstərəcəm necə qaynadacağıq, necə edəcəyik. Sona qədər inşallah videonu izləyin. İzləmədə qalın inşallah. Saxla videonu. Süzürük. Süzdükdə yığırıq belə bir qazana. Baxın. Həmən suyu inşallah. Gözləyin, süzürük. Demək, buradan artıq biz buradan götürürük, süzürük. Bu atxotları atırıq. Atxot deyək də belə atıram bura. İndi bunu da qutarsın inşallah. Bunu da üzərinə 1 litr yarım su əlavə eləyəcəyik. Və bunu az xodla 10 dəqiqə qaynadacağıq inşallah. Artıq inşallah süzdük. Hazırdır. Su buradadır. İndi bu yenə də bir dənə süzəcəyik. İnşallah. İndi bunu da üzərinə, indi bir dənə qazana tökək bunu. Üzərinə də 1 litr yarım su tökürük. 10 dəqiqə asxodla qaynadırıq. Yenə süzürük. Və əvvəl çıxan su ilə sonra çıxan suyu bir-birinə qarışdırıb balına yığacağıq inşallah. Demək, artıq qazana tökmüşük. Üzərinə də su əlavə edirik. Bismillah. Təxmini tökün də 1 litr yarım belə su tökün. Elə bil bəsdir bu su. Bəsdir. İnşallah bunu qoyaq qaynasın 10 dəqiqə asxodla. Artıq bunu qoymuşuq qaynamağa. İnşallah bir dənə qaynasın. Qaynasın elə 10 dəqiqə asxodla, yəni kifayətdir, çox qoymayın. Arada qəşəng bunu belə qarışdırırıq. Görürsünüz? Arada qəşəng bunu qarışdırırıq. 10 dəqiqə cəmi asxodla qaynadırıq bunu. İnşallah sonra da yenə də süzürük inşallah. Hər bir şey eləyəndə sevə-sevə eləyin, sevə-sevə, ürəklə. Bitkiləri dəmləyəndə, bax bunu qarışdıranda, nəyisə bir iş görəndə bismillah eləyin, sevə-sevə eləyin. Artıq süzdük, bax bu çıxan atxotdur. Demək, bu birinci çıxan sudur süzdüyümüz, bu ikinci çıxandır, bu da atxotdur. Atxot artıq atılır. Bunu da əlavə edirik balonun üzərinə inşallah. Artıq hazırdır. Bismillah, baxın. Yəni qəşəng bunu qarışdırırsınız. Hər dəfə bunu içəndə də qarışdırırsınız. Xatırladıram ki, bu şişən limfalara çox gözəl təsir. Limfomayası duruldur. Qaraciyərin bütün göstəricilərini salır. ALT, AST, triqliserid, bilirubin hamısını salır. Sonra öd yollarını təmizləyir. Mədə-altı vəzi çox gözəl fayda verir. Dalağa fayda verir. Tükənməz faydası var bax bunun. İndi inşallah bir də içmə qaydasını da göstərim. Çünki hamısını soruşacaqsınız məndən. Saxla videonu zəhmət olmasa. Demək, 2 xörək qaşığı götürürsünüz. Dən yaxından çək görsünlər. 2 xörək qaşığı tökürük. Böyük bir çaşkaya tökürük. Və bunun üzərinə bismillah. Biraz istəyirəm suyu da. Mən prosta video olduğu üçün çəkirəm də. Biraz istəyirsiniz. Süzülmüş su olsa yaxşı olar. İlıq su. Üzərinə dolana qədər stəkan əlavə edirik. Yəni yarı da eləyə bilərsiniz. Biraz tündə olacaq. Amma dolu eləsəz, yəni inşallah ki, yaxşıdır. Yeməkdən demək 1 saat qabaq içə bilərsiniz. Kimin mədəsində problem yoxdursa. Kimin mədəsində problem varsa, inşallah ki, yeməkdən 1 saat sonra səhər axşam içir. Allah bütün xəstələrə şəfa versin. Bizlər də onun içində. Amin inşallah. Saxla videonu.